Növbəti mövzumuz asan bir mövzudur. Bunu da qeyd edək. Məşğələlər və həftəlik miqdarı. Həftəlik Bax, məşğələlər və həftəlik miqdarında əsas nəyi bilməliyik? Hər qrup üzrə bir həftə ərzində neçə məşğələ keçirilir və bir məşğələnin müddəti nə qədərdir? Bir də, məsələn, tutaq, yay fəslində məşğələ necə keçirilir? Ondan sonra zehni gərginlik tələb edən məşğələlər arasında nə keçirilməlidir? Əsas bunları bilməliyik. Gəlin əvvəl qrupları yazaq. Yazaq həftəlik miqdarı. Buradan da yazıram müddəti. Yazıram 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5 yaş, 5-6 yaş. Məşğələlərin həftəlik. Burada bir də PDF-də var, diqqətlə mənə qulaq asın, səslə göndərəcəm. PDF-də var, hər qrupda, məsələn, tutaq ki, fiziki tərbiyə məşğələsi neçə məşğələ olmalıdır, rəsm neçə məşğələ, yapma, uğraşdırma, onu əzbər öyrənməyə ehtiyac yoxdur. Əsas bax, burada nə danışıramsa, bunları əzbər öyrənirsiniz. Yaxşı, 1-2 yaşda həftəlik miqdarı nə qədərdir? 1-2 yaş bilirsiniz də, birinci kiçik qrupdur. Bir həftə ərzində cəmi 6 məşğələ olur. 6. Bəli, 6 məşğələ. Müddəti də 10 dəqiqədir. Hər məşğələnin müddəti 10 dəqiqədir. 2-3 yaşda isə 8 məşğələ olur. İkinci kiçik qrup. Ay, sağ ol. İkinci kiçik qrupda. Bəli, müddəti isə 15 dəqiqə, 5 dəqiqə artır. 3-4 yaşda 10 məşğələ keçirilir bir həftə ərzində. 15-20 dəqiqədir. Bəli, 20 dəqiqə də müddətidir. Sonra 4-5 yaşda 15 yaşda da 10 məşğələ keçirilir. 30 dəqiqədir məşğələ. Bəli, yox. Məşğələ 25 dəqiqədir. 25 dəqiqə. Məktəbə hazırlıq qrupunda isə 12 məşğələ keçirilir. Müddəti isə yarım saatdır. Bəli, 30 dəqiqə. Bax, bunu bilsəz, bu bəsdir. Yəni, əsas bunu bilməliyik. Ki, həftəlik miqdar qruplar üzrə nə qədərdir və bir məşğələnin müddəti qruplar üzrə nə qədərdir? Gəlin də bir-bir deyək. 1-2 yaşda neçə məşğələ? Müddəti 10 dəqiqə. 2-3 yaşda 8 məşğələ, müddəti 15 dəqiqə. 10 məşğələ 1 dəqiqə, 10 məşğələ 25 dəqiqə, 12 məşğələ 30 dəqiqə. Məsələn, bax bunu bilsəz, bu cədvəli əzbər şəkildə öyrənməliyik, çəkəcək. Əzbər şəkildə. Sonra, bax, məşğələlər arasında nə keçirilir? Uşaq yoruldu. Məşğələlər dəqiqələri. Ay, sağ ol. Yox, oyun yox. İdman dəqiqələri keçirilərdə. İdman dəqiqələri, bəli. Arasında deyirik ki, gəlin indi yorğunluğumuz çıxsın. 1, 2, 3, 4 idman elədirik. İdman dəqiqələri. Musiqili idman dəqiqələri oxumuşam, amma musiqili də olur da, hə? İdman dəqiqəsinin müddəti var yoxsa? Yox, idman dəqiqəsi müddəti 5-6 dəqiqədə. O baxır, məsələn, uşaqların yorğunluğu çıxır, belə onlar 2-3 dəqiqəyə başlayır. Aha, məşğələ arasında idman dəqiqələr olmalıdır. Deməli, bayaq dediyimiz kimi, birinci və ikinci kiçik qruplarda məşğələlər necə keçirilirdi? Ay, sağ ol. Kiçik qruplarda məşğələlər yarım qruplarla keçirilir. Yarım qruplarla. Yayda da bu qədər məşğələ olurmu həftə ərzində? Olmur. Yay fəslində bəs necə olur? Yalnız gün ərzində Bir məşğələ. Ay, sağ olun. Fəslində yalnız gündə bir məşğələ. Bəli, gündə bir məşğələ. Aha, deməli, digər vaxtlarda isə asudə vaxtda istirahət edək uşaqlar. Bir də ki, indi bizdə yoxdur, amma elə bağçalar var ki, 6 günlük işləyən bağçalarda da. 6 günlük işləyən bağçalarda 5-ci günə qədər məşğələlər bu formada keçirilir. 6-cı gün isə məşğələ olmur. Bəli, 6-cı gün sadəcə olaraq uşaqlar neynəyir? Sadəcə uşaqlar oynayır, bəli, oynayır, əylənir. Nasıl 3 gün olur yoksa? Necə? Nasıl 3 gün olur? 6. gün. 6-cı gün belə bağçalar vardı, 6-cı gün də işdir. Onda qısa da olan olur. Bakıda məsələn elə bağçalar var ki, axşama kimi olur da. Amma
oynayırlar. Sadəcə uşaqlar oynayır, əylənir. Məsələn, yeni mövzumuzda bu qədər.